Salam, xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov Dambovski. Özünü bağışlamaq nə deməkdir? Özünü bağışlamaq, səhvlərini olduğu kimi qəbul etmək, onları düzəltmək və onlardan dərs çıxarmaqdır. Özünü bağışlamaq artıq özünü yersiz, qeyri-sağlam tənqid eləməyi buraxmaqdır. Özünü bağışlamaq, özünü cəzalandırmaqdan özünü azad etməkdir. Özünü bağışlamaq hər şeyə rağmen irəliləməkdir. Özünü bağışlamaq bu o deməkdir ki, bəli, mən mükəmməl deyiləm. Amma bu o anlama gəlmir ki, mən yaşamağı dayandırmalıyam. Bəli, mən mükəmməl deyiləm. Lakin bu səbəb deyil ki, mən yerimdə sayım. Bəli, mən mükəmməl deyiləm və bu o səbəb deyil ki, mən artıq heç bir şey etməyim. Bəli, mən mükəmməl deyiləm. Bu o demək deyil ki, mən özümü heç bir şeyə layiq görməməliyəm. Bəli, mən mükəmməl deyiləm. Bu o demək deyil ki, mən yazıb yaratmamalıyam. Bəli, mən mükəmməl deyiləm. Bu o demək deyil ki, mən xoşbəxt olmamalıyam. Diqqətinizə görə minnətdaram. Sağ olun.